Bu arxamda gördüyünüz kadr Kəbə örtüyüdür. Kəbənin əsas hissəsinin örtüyüdür. Buna kisva deyilir. Yaxından sizə göstərmək istərdim. Bu kisvanı burada Kəbədən uzaqda görmək nadir və dəyərli bir fürsətdir. Sizinlə də bölüşmək qərarına gəldim. Kisva ümumi Kəbə örtüyünə deyilir. Bu hissə isə əsas qapının örtüyüdür və buna sitara da deyirlər. Bu örtük saf qara ipəkdən, qızıl və gümüş saplarla işlənmişdir. Çəkisi 670 kiloqramdır. 1910-cu ilə aid işləmədir. Burada Quran ayələri, məsələn İxlas və Fatihə surəsi, Kəlmə-i Şəhadət, Allahın adları, məsələn Ər-Rəhman, Ər-Rahim, Əl-Məlik, Əl-Haqq və s. Peyğəmbərə salavat, məşhur zikirlər, dualar var. 4 xəlifənin adı var. Hər il yeni bir kisva hazırlanır. Zilhiccə ayının 9-cu günü həcc zamanı köhnə örtük xüsusi mərasimlə yenisi ilə əvəz olunur. Hətta bu canlı olaraq efirə verilir və milyonlarla insan tərəfindən izlənilir. Yeri gəlmişkən bu adət İslamdan əvvəl də edilib və ta qədimdən bu günə davam edir. Bu, dünyada 1 milyarddan çox müsəlmanın qibləsi olan Kəbənin ehtiramının rəmzidir.